qalxdı, alov qalxdı. Mənə qonşu imdad zəng elədi. Binanız yanıb, nə otmusan? Partlayırdı, part. Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi İlqar Əhləmənov 10B ünvanındakı çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə binanın damında qeydə alınıb. Əraziyə gələn aidiyyatı qurum əməkdaşları təhlükəni nəzərə alaraq vətəndaşları evlərindən təxliyə ediblər və yanğının söndürülməsinə başlayıblar. Lift belə partladı, liftdən də orada da yanacaq şeylər varmış. Onlar da otdu, böyük yanğın idi. 3 dənə pacar maşını ilə boşaltdılar suyu. Hamımız aşağıdaydı, indi düşmüşük. Hələ evlər bütün suyun içindədir, hələ heç özümüzə hələ gəlməmişik. Mən işdəydim, biraz vaxtlar gəlmişəm. Yuxarıdan krişədə nəsə yığılıb, nəsə olub, yanğın başı. Sakinlər çıxmışdı hamısı. Hazırda evlərdə su var, divarlar hər yer suyun içindədir və elektrik enerjisinin və digər kommunal xidmətlərin verilişi dayandırılıb və sakinlər təxliyə olunub. Hazırda yaşayış yoxdur evlərdə. Yanğın əlaqədar evlərdə bir daha qeyd edirəm, işıq yanmır hələ də və şam işığından istifadə edirlər və digər kommunal xidmətlər də dayandırılıb. Evlərdə hələ də su axır. Bu da yanğın söndürmə vaxtı istifadə olunan su ilə əlaqədardır. Çıxmırdım, orada partlayış zad olurdu, partlayırdı, part, qığıltınlar zadlar. Qorxduq, çıxdıq da. Evə ziyan dəymədi? Yox, dəyməyib, yox, ziyan. Mənə qonşu imdad zəng elədi. Ki, binanız yanıb, nə otmusan? Nəsəmə çıxdım, həyətdən baxdım. 100 yanğın baş vermişdi. Bunu da eləyən 9-da yaşayandı. Çünki əlavəm parça yığılmışdı, taxta yığılmışdı, şüşə yığılmışdı. Hamısını eləyən onun odun çoğalmasında 9 yaşayan vətəndaş dama yığıb hər şey. dama yığılıbdı. Qonşular deyir ki, yanğının baş verməsinə səbəb sizsiz. Binanın damına yığmışsınız müxtəlif əşyalar və yanğına səbəb olub. Onların iddiası nə qədər doğrudur? Bu qədər qonşu sizdən narazıdır və deyirlər ki, yanğının səbəbkarı onlardır. Qonşular cavabını eşidəcəklər. Bəli, qonşuların dediyi həmin şəxs, hansı ki, deyirlər ki, yanğına səbəb bu vətəndaşdır, bu qonşudur. Onun dama yığdığı müxtəlif o əşyalar, vasitələr yanğına səbəb olur. Və həmin iddialarla bağlı həmin vətəndaşdan soruşmaq istəyirik. Bu qapını açmır və içəridən deyir ki, mən o qonşulara bildirəcəm. Yanğın vaxtı evlərindən təxliyə olunan vətəndaşlar artıq evlərinə qayıdırlar. Yanğın ağzında deyirsən, bir belə binanın üstü yanar, nətər ola bilər? Bütün alov qalxmışdı göyə. Yanğın yuxarıya çıxırdı.